Deyək nə? Üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrə. İxtiyari üçbucaq, bir də düzbucaqlı üçbucaq. Hər birini ayrı-ayrı deyəcəm, amma əvvəl nə? Əvvəl biz bilməliyik nəyi? Üçbucağın daxilinə və xaricinə çevrə çəkəndə çevrənin mərkəzi hara düşür? Çevrənin mərkəzi hara düşür? Bax, yadımızda saxlamalı olduğumuz ən önəmli məsələlərdən biri elə budur. Üçbucağın daxilinə çevrə çəkəndə uşaqlar, hər hansı üçbucağın fərqi yoxdur. Düzbucaqlı üçbucaqdır, iti bucaqlı üçbucaqdır və yaxud da korbucaqlı üçbucaqdır, heç fərqi yoxdur. İstənilən üçbucağın daxilinə çevrə çəkəndə çevrənin mərkəzi düşür tənbölənlərin kəsişmə nöqtəsinə. Bütün üçbucaqlar üçün bu belədir. Üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi o üçbucağın tənbölənlərinin kəsişmə nöqtəsinə düşür. Bunu bir qayda olaraq əzbər yadınızda saxlayırsınız. Tənbölənlərin kəsişmə nöqtəsi. Yaxşı. Bax, bu, deməli, bu əgər daxilə çəkilmiş çevrədirsə, bunun mərkəzi düşür uşaqlar. İndi biraz mərkəz böyük olacaq. Tənbölənlərin kəsişmə nöqtəsinə. Hamısında. Bir də sizi belə bir şeylə çaşdıra bilərlər. Bax, hal-hazırda gördüyünüz şəkildə üçbucağın daxilinə çevrə çəkilib. Kiçik yerdən söhbət gedir. Yəni, daxilə çəkilibsə balaca yerdən söhbət gedir, xaricə çəkilibsə böyük yerdən. Bu sözü, bax, gör nə deyirəm? Deyirəm, üçbucağın daxilinə çəkilmiş çevrə. Çevrənin xaricinə çəkilmiş üçbucaq. Üçbucağın daxilinə çevrə çəkilib, çevrənin də xaricinə nə çəkilib? Üçbucaq çəkilib. Yəni, səni çaşdırmaq üçün məsələdə bəzən bir də görəcəksən, deyir ki, çevrənin xaricinə çəkilmiş üçbucaq. Çevrənin xaricinə üçbucaq çəkilibsə, deməli, o çevrə üçbucağın daxilindədir. Yəni, daxilə çəkilmiş çevrədən söhbət gedir. Biz bütün söhbətlərimizi çevrənin daxildə və yaxud da xaricdə olmağı üzərindən aparacaq. Aydındır? Ona görə də o sözə fikir verin həmişə. Oxuyanda fikir verin, görün, sizi aldatmağa çalışmır. Elə çox hallarda yox, bəzi hallarda alladır, yəni. Yaxşı. Hə. İndi kiçik yer necə tapılır? Hər hansı üçbucaqda daxilə çəkilmiş çevrənin radiusunu tapmaq üçün 2S bölünsün perimetr. Yəni, bu üçbucağın tərəfləri A, B, C-dirsə, 2S bölünsün A plus B plus C düsturundan istifadə eləyə bilərsiniz. Aydındır? Yəni, üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün üçbucağın sahəsini tapıb vuracaqsan 2-yə, böləcəksən perimetrə. Aydındır? Əgər bu xüsusi üçbucaq deyilsə, bu dediyim qayda ümumi qaydadır. Yəni, istənilən üçbucağa tətbiq eləyə bilərsiniz. Düzbucaqlı, bərabər tərəfli, bərabər yanlı hamısına. Aydındır? Amma məsələn, bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün və yaxud da düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün onun üçün xüsusi qaydalar var. Bir dənə onlara aid olan qaydalardır. Məsələn, bayaq sizə dediyim düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün, düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün o üçbucağın katetlərini toplayıb, bölürlər nəyə? Çıxırlar hipotenozu, bölürlər 2-yə. Yəni, əgər üçbucaq düzbucaqlı üçbucaqdırsa, onun daxilinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün katetləri cəmindən hipotenozu çıxıb, bölməlisiniz nəyə? 2-yə. Bu, iminli nə üçün keçərlidir? Düzbucaqlı üçbucaq üçün keçərlidir. Aydındır. Və yaxud da bərabər tərəfli üçbucaqdırsa, bilirik ki, bərabər tərəfli üçbucaq ideal üçbucaqdır. Yəni, bütün tərəfləri və bütün bucaqları bir-birinə bərabərdir. Əgər üçbucaq bərabər tərəfli üçbucaqdırsa, bu üçbucağın daxilinə çevrə çəkiblərsə və bizdən bunun radiusunu soruşurlarsa uşaqlar, mən heç vaxt bunu məsələn əzbərləmirəm, həmişə çəkirəm. Deyək ki, bərabər tərəfli üçbucağın tərəfi A-dır. Bura 60-dır. Bilirsiniz də bütün bucaqlar nə olur? 60 dərəcə olur. Və bunun tənbölən median hündürlüyü hamısı eynidir. 9-u da eynidir. Yəni, buradan çəkilən 3 dənə hamısı üst-üstə düşür. Düzdür? Buradan çəkilən 3 dənə də hamısı nə eynir? Üst-üstə düşür. Bax, daxilə çəkilmiş çevrənin radiusu budur. Görürsünüz, R. Mərkəzdən bura qədər məsafə. Həmin bu nətər tapılır? Bax, uşaqlar, bunun radiusu tərəfi A-dırsa, bu hissə nə olur? A bölək 2 olur təbii ki. Çünki bu həm tənbölən, həm median, həm hündürlüyüdür. Qarşı tərəfi yarı bölür. 30-dur da burada, düzdür? 30-un qarşısındakı budursa, 60-ın qarşısındakı nə olur bəs? Onun kökdə 3 misli. Ronaldo üçbucağı demişdik, yadınıza gəlir. Kökdə 3 A bölək 2 bunun hündürlüyü bütöv eləyir. Medianlar da təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünmür.
2-nin 1-ə nisbətində bölünürsə, deməli bu hündürlüyün 3/1-i lazımdır mənə. 2 payı buradadır, 1 payı buradadır. Ona görə bunu da vururlar 3/1-ə. Kitabda görürsünüz belə bir düstur yazıb. Kök altda 3a bölünsün 6. Hardan yazıb? Buradan yazıb. Başa düşdük. Mən bunu heç vaxt əzbərləmirəm, heç vaxt da yadımda qalmır. Şöyle kimi bu formada çəkirəm. Sadəcə olaraq bərabər tərəfli üçbucağı bilirəm nə nədir. Ronaldo üçbucağını tanıyıram. 30-60-90 bitdi. Ondan çıxır onsuz da. Və ən önəmli məsələ mərkəzin hara düşdüyünü də bilirəm. Təkrar deyirəm. İstənilən üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi düşür tən bölənlərin kəsişmə nöqtəsinə. Aydındır. İstənilən üçbucağın daxilinə çəkilmiş çevrənin radiusun bu düsturdan tapa bilərsiniz. 2s bölünsün perimetr. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusun bu düsturdan tapa bilərsiniz. Bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusun bu düsturdan tapa bilərsiniz. Başa düşdük. Bu daxilə çəkilmiş çevrə və daxilə çəkilmiş çevrənin radiusunun tapılması. Keçirik üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapmaq. Əvvəla üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hara düşür? Ondan söhbət eləyək. Onu daha yaxşı göstərmək üçün sizə mən bir dənə bilə-bilə körbucaqlı üçbucaq çəkirəm. Çünki körbucaqlı üçbucaqda vəziyyət biraz fərqli olur. Baxın, bir dənə körbucaqlı üçbucaq çəkirəm və bunun xaricinə bir dənə çevrə çəkirəm. Bu çevrə olmadı, elipsi oldu. Aha. Çevrəni bunun xaricinə yerləşdirək. Fikir verin. Fikir verin, tam olaraq yerləşdirsək. Aha, bax, belə. Bura A-dır, bura B-dir, burada C-dir. A-B-C üçbucaqdır. İndi mən sizə desəm ki, uşaqlar, bunun mərkəzi buradadır. İnanarsınız mənə? Mən də inanmaram heç özümə. Niyə? Çünki orada mərkəz nə gəzir? Aydındır. Mərkəz haradasa buralıqdadır. Heç gözə yarı baxsam çöldədir. Deməli, üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi çöldə də alına bilər. Bəli. Üçbucağın daxilinə çəkilmiş çevrə tamamilə üçbucağın içində olduğuna görə mərkəz çöldə falan alına bilməz heç arada. Ancaq üçbucağın daxilində olur. Daxilə çəkilmiş çevrədə. Xaricə çəkilmiş çevrələrdə körbucaqlı üçbucağın xaricinə çevrə çəkəndə üçbucağın mərkəzi üçbucağın çölündə olur. İtibucaqlı üçbucağın xaricinə çevrə çəkəndə, indi onu da göstərəcəm sizə. Bax, bu itibucaqlı üçbucaqdır, görürsünüz. Bunun xaricinə çevrə çəkəndə mərkəz bunun içində olur uşaqlar. Bax, görəcəksiniz üstündə, baxın. Bəli. Xaricinə çəkilmiş çevrədir. Mərkəz bax, üçbucağın içindədir. Bu çevrənin mərkəzi harada olar? Buralıqda bir yerdə olar da. İndi hara düşür onu deyəcəm. Amma ümumi olaraq baxıram hələ. Bir dənə də düzbucaqlı üçbucaq çəkək. Və bunun xaricinə çəkilmiş çevrəni göstərək. Bu da düzbucaqlı üçbucaq olsun. Bunun da xaricinə bir dənə çevrə çəkək. Aha. O nə qəşəng tutuzdurdum ha, halal. Gördünüz? Uşaqlar, bura A olsun, bura B olsun, bura da olsun C. Fikir verin. Bu da düz hipotenuzun üzərinə düşür mütləq. Niyə? Əslində bunu çevrə dərsini keçəndən sonra deməyim daha rahatdır sizə. Nəyə görə? Bax, bu bucaq daxilə çəkilmiş bucaqdır və bu 90 dərəcədir. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Əgər bu bucaq 90-dırsa, bunun söykəndiyi qövs 180 olmalıdır. 180 da çevrənin parasıdır. Deməli, çevrənin parasını necə göstərə bilərəm? Diametrlə. Deməli, bu hipotenuz həm də olur diametr. Onda belə çıxır ki, bəli, düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi düşür hipotenuz üzərinə. Hipotenuz olur üçbucağın diametri. Bax, AC hipotenuz deyil bu üçbucaqda. Bərabərdir, nə olur? Diametr. Aydındır. Və onda radius nəyə bərabər olur? AC-nin yarısına. Yəni hipotenuzun yarısına. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu bərabərdir nəyə? Hipotenuzun yarısına. Bu yadda qalar. Bu belə. Qaldı ki, digər hər hansı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapmaq istəyirsənsə, həmçinin buna da tətbiq edə bilərsən. Ümumi qayda nədir? Yekə yəni xaricə çəkilmiş çevrənin radiusu bərabərdir. A vuraq, B vuraq, C tərəflər vurulsun bir-birinə, bölünsün 4S. ABC bölünsün 4S düsturu ilə istənilən üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu nə edə bilərsiniz? Tapa bilərsiniz. Bir də xaricə çəkilmiş çevrənin, məsələn, daxilə çəkilmiş çevrənin mərkəzinin yeri haradır? Tən bölənlərin kəsişmə nöqtəsi. Və xaricə çəkilmiş çevrənin mərkəzi haradır? Uşaqlar, tərəflərin
üçbucağın tərəflərinin orta perpendikulyarlarının kəsişmə nöqtəsi. Orta perpendikulyar nədir? Bu hər hansı AB parçasıdır, düzdür? AB parçasının ortası haradır? Bura. Orta perpendikulyar o deməkdir ki, bu parçanın ortasından keçib buna perpendikulyar olan xətt. Bu deməkdir. 7-ci sinifdə keçmişsiniz bunu. Orta perpendikulyar. İndi mən də bu üçbucağın tərəflərinin orta perpendikulyarını bir-bir çəkirəm. Bax, bu tərəfin ortası budur. O tərəfin orta perpendikulyarı budur. Gördünüz? Bu tərəfin ortası budur. Bu tərəfin orta perpendikulyarı budur. Gördünüz? AC tərəfinin ortası hardasa buralıqdadır və onun da orta perpendikulyarı budur. Fikir verin, görün orta perpendikulyarlar harda kəsişdir? Çevrənin mərkəzində. Yəni, üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi tərəflərinin orta perpendikulyarlarının kəsişmə nöqtəsində olur. Körbucaqlı üçbucaqda bu kəsişmə nöqtəsi çöldə olduğuna görə xaricə çəkilmiş çevrənin mərkəzi çöldə olur. Düzbucaqlı üçbucaqda bax, tərəflərin orta perpendikulyar. Bu tərəfin ortası budur. Perpendikulyar. Gördünüz? Bu tərəfin ortası buradır, orta perpendikulyar. Görün, harda kəsişdi? Düz hipotenuzun üzərində. Deyəcəksən, üçüncü orta perpendikulyardır, ilə bunun ortası da belə. Perpendikulyar. Başa düşdük. İti bucaqlı üçbucaqda da orta perpendikulyar içəridə olur. Bu 1. Aydındır. Bu 2. Bu da orta perpendikulyar 3. Aydındır. Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi. Üçü də gəlib orta çəkilsin. Bəli. Üçü də gəlib kəsişdiyi nöqtə xaricə çəkilmiş çevrənin nəyi olur? Mərkəzi olur. Yadda qalar Həsən? Məncə də yadda qalar. Çevrə haqqında deyəcəyim bu qədər. Yəni, üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrədən başqa bir şey deyə bilmərəm sizə. Çünki olanı budur. Olanı budur. Gəlir trigonometrik nisbətlər. Trigonometriya deyəndə çox adamın gözü böyüyür. Çünki bilmirəm nəyə görə. Amma əslində sadə bir şeydir. Çox sadə bir şeydir. Çox da praktik bir şeydir. Yəni, hər yerdə tətbiq olunur. Çox adam deyir ki, bu trigonometriya nəyə lazımdır? Mən həyat və yaradıcılığımda trigonometriyadan istifadə eləyəcəmmi? Xəbəri olmadan elədiyi çox şeydə elə trigonometriya var. Yaxşı. Trigonometrik nisbətlər nədir uşaqlar? Belə deyim də, məsələn, kimsə belə bir yumru çəkib, aydındır, çəkib bunun adını qoyub çevrə. Başqa şey də qoya bilər də. Bunun adını qoyardılar, məsələn, Vaqif. Başa düşdük. Doğrudan da bir dənə məntiqlə fikirləşin. Bunun adını qoyardılar Vaqif. Hamı bunu görəndə deyəcəkdir Vaqif. Vaqif, Vaqifin radiosu falan. Başa düşdük. İndi sizə gülməli gələ bilər, qəribə gələ bilər. Çünki bunun adı artıq var. Başa düşdük onu. Olmayan bir şey olsa, adın Vaqif qoysa, vallahi elə qəşəngdə istifadə edəcəkdik. Başa düşdük. Yəni, trigonometrik nisbətdə sadəcə olaraq nədir? Düzbucaqlı üçbucağın tərəflərinin bir-birinə nisbəti var. Bax, bu düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucaqdır. Bunda var katet A, B, bu da C. Düzbucaqlı üçbucağın tərəflərinin bir-birinə nisbətin adlandırıblar sadəcə olaraq. Deyiblər ki, məsələn, bura alfa bucağıdırsa, deyiblər ki, A bölək B. A bölək B yox hələ. Deyiblər ki, A bölək C. Yəni, düzbucaqlı üçbucaqda deyiblər ki, kiçik katetin hipotenuza nisbəti. Deyiblər, bu söz yığının əvəzinə nə deyək? Kiçik katetin hipotenuza nisbətinin əvəzinə nə deyək? Deyiblər ki, heç nə da, bu bucaqla götürək. Kiçik katet, böyük katet söhbətini yığışdıraq. Deyək ki, filan düzbucaqlı üçbucaqda iti bucağın qarşısındakı katetin hipotenuza nisbəti, buna deyək sinus alfa. İti bucağın qarşısındakı katetin hipotenuza nisbəti, bundan sonra o sözün əvəzinə deyək ki, sinus alfa. Həmin bucağın, hansı bucaqdan söhbət gedirsə, o bucağın sinusu. Başa düşdük. İti bucağa bitişik katetin nədir? Yəni, buna yapışıq olan katetin. Bitişik katetin hipotenuza nisbəti, yəni B böləksi, deyiblər, gəlin buna da deyək kosinus alfa. Yəni, o bucağın kosinusu. Başa düşdük. Sonra deyiblər ki, gəlin bir dənə də bir şey qalıb, baxı, bunun buna nisbəti qalıb, baxı, A-nın B-yə. Yəni, mümkün nisbət nədir? A-nın C-yə, B-nin C-yə, A-nın B-yə, B-nin C-yə. Başa düşdük. Birdən deyərsiniz, müəllim, C-nin A-ya da var? Var. O da yuxarı sinifdə deyəcəm onu sizə. Tərs şeydir də, o da sinusun tərsidir. Sekans, kosekans falan, onlar da var. Tələsməsən, səbirli ol. Uşaqlar, qarşı katetin bitişik katetə nisbəti deyiblər, gəlin onu da deyək tangenslə. Tangens alfa, qarşı katet A, bölək bitişik katet B. Kotangens bitişiyin qarşı katetə nisbəti. Başa düşdük?
budur. Başka bir şey değil. Düzbucaqlı üçbucaqda tərəflərin bir-birinə nisbətinin xüsusi adıdır. Trigonometrik nisbətlər. Aydındır? O nisbətlərə xüsusi ad veriblər. Yenə də deyirəm, bucağın qarşısındakı katetin hipotenuza nisbətində deyiblər sinus, bitişiyin hipotenuza deyiblər kosinus, qarşının bitişiyə deyiblər tangens, bitişiyin qarşıya deyiblər kotangens. Başa düşdük. Belə deyirlər hocam, katetin hipotenuza nisbəti. Katet deyəndə burada 2 dənə katet var da, gərək deyəsən qarşı katetdir yoxsa bitişik katetdir bilinsin. Onlar fərqli-fərqli şeylər verdiyinə görə o formada deyə bilmərsən. İminli deməlisən qarşı katetin hipotenuzadır yoxsa bitişik katetin hipotenuza nisbətidir. Başa düşdük. İndi burada belə bir məsələ var da. Məsələn mən bu bucağa desəm beta, nə? Bu bucağa desəm beta. Düzdür? Beta üçün qarşı katet nədir? B tərəfi, düzdür? Həmin B alfa üçün nədir? Bitişik. Başa düşdük. Mənim üçün qarşımda duran budur, düzdür? Amma Hüseyin üçün yanında duran odur. Düzdür? Mənim bu qarşımda durub Məhəmməd. Hüseynin yanında durub. Mənə görə qarşıdır, Hüseynə görə yanındakı adamdır. Düzdür? İkimizə görə eyni adam da ikimizə görə fərqli söhbətdir. Burada da beta üçün B qarşı kateti olduğu halda alfa üçün nədir? Bitişik katetdir. Yəni sən betanın sinusunu yazanda, sinus beta yazanda yenə qarşı katet B bölək nə yazacaqsan? S. Aydındır? Bura baxın. B bölək S burada kosinus alfadır. B bölək S burada sinus betadır. Başa düşdük. Başa düşmədik. Kosinus alfa. Bala, onu yaddan çıxardın. Ancaq siz yadınızda saxlayırsınız. Sinus qarşı katet bölək hipotenuz. Kosinus bitişik katet bölək hipotenuz. Bitdi. Tangens qarşı katet bölək bitişik katet. Kotangens bitişik katet bölək qarşı katet. Bu. Yaxşı. Yadda qalar. O dəyişilmir da mən. Yox, dəyişilmir. O qaydadır. Tangens bu deyək halda qarşı katet bölünsün hipotenuz. Hipotenuz nədir? Bitişik katet. Bitişiyin amma qarşıya nisbəti kotangens. Aydındır. Trigonometrik nisbətlərin müəyyən olunması var. Yəni bucağın trigonometrik bu qiymətləri də belə deyim. Məsələn tangens 30 dərəcə, sinus 30 dərəcə bu qiymətlər nəyə bərabərdir? Bütün bucaqlar üçün heç mən də bilmirəm. Məsələn tangens 1 dərəcə nəyə bərabərdir? Mən də bilmirəm. Sən də bilməyin vacib deyil. Amma iminli elə bucaqlar var ki, onları əzbər bilməlisən. Əzbər bilməyəndə də çıxartmağı bacarmalısan. Çox sadə dərsində göstərəcəm. Hələ ki 30, 60, bir də 45-dən söhbət edəcəm. Bu 3 dənə dərəcə üçün sinus, kosinus, tangens, kotangens nəyə bərabərdir? Bax, bir dənə düzbucaqlı 3 bucaq çəkirəm burada yenə də. Bir dənə düzbucaqlı 3 bucaq çəkirəm uşaqlar. Çəkənmədim. Təzədən çəkirəm. Gördünüz? Bax, bura 90. Uşaqlar, bura deyirəm 30 dərəcə. Burada deyirəm neçə dərəcə? Uşaqlar, 30'un qarşısındakı tərəfə mən x desəm. Hipotenuz 2x olur. Bu bilirik də yəqin ki 30, 60, 90 üç bucağında. 60'ın qarşısındakı da kökdə 3x-dir. Heç belə təəccüblə baxmaq lazımdır. Bunu keçmişik. Düzdür. İndi başlayıram 1-1. Buradan bir dənə cədvəl düzəldirəm özüm üçün. Baxın. Cədvəl düzəldirəm. Fikir verin. Bax, bura yazıram 30. Bura yazıram 45 dərəcə. Burada yazıram 60 dərəcə. Bura yazıram sinus. Bura yazıram kosinus. Tangens və cıtıcı. Yəni kotangens. Bir-bir qiymətlərin başlayıram tapmağa. Yazıram sinus 30 dərəcə. Nə? Qarşı katet nədir? Hipotenuz nədir? X-lar gedir 2'də 1 eləyir. Dünyanın hər yerində sinus 30 dərəcə deyəndə insanların ağlına, riyaziyyatdan biraz başı çıxanların ağlına 0,5 gəlir. 2'də 1. Başqa şey ola bilməz. Başa düşdük. Buraya yazıram 2'də 1. Bundan sonra sinus 30 harda görsünüz 2'də 1 deməkdir. Yadda qalar. Yazıram uşaqlar sonra kosinus 30. Nə? Bitişik katet budur. Bölək hipotenuz. Kökdə 3x bölək 2x. X-lar gedir. Kökdə 3 bölək 2 olur. Bax, gətirirəm, yazıram bura. Kökdə 3 bölək nə? 2. Yazıram tangens 30. Uşaqlar,
Qarşı katet bölək bitişik katet. X bölək kökdə 3x. X-lar gedir 1 bölək kökdə 3 olur. Bəzi kitablarda bunu kökdə 3 bölək 3 də görə bilərsiniz. Çünki məxrəcin irrasionaldan azadlayır. 1 bölək kökdə 3 də deyə bilərsən. Kökdə 3 bölək 3 də deyə bilərsən. Fərqi yoxdur. Aydındır? Kotangens uşaqlar. Kotangens nə idi? Bitişiyin qarşıya. Yəni kökdə 3x-in x-a. X-lar gedir kökdə 3 eləyir. Bu da oldu kökdə 3. Gördünüz? 30 dərəcə üçün. Bunu əzbər bilməlisiniz. Bilmirsənsə belə çıxartmağı bacarmalısan. Daha əzbər bilməyin vacibdir çünki vaxt itirməyəsən deyə. İndi keçirəm 60 üçün uşaqlar. 60 üçün də bax buradan yazıram. Yazıram sinus 60. Sinus 60 dərəcə. Sinus 60-ın qarşısındakı katet nədir? Kökdə 3 bölək x. Hipotenuz nədir? 2x. X-lar gedir kökdə 3 bölək 2 olur. Gətirib buraya yazıram. Sinus 60-a kökdə 3 bölək nə? 2. Fikir verin. Kosinus 30 dərəcəyə baxın. Eyni şeydir bundan. O qarşı bitişik söhbət elədim. Başı fırlandı. Həmin söhbətdir. Mənim üçün qarşı, onun üçün nədir? Yan. Başa düşdük. İkimiz üçün də nəticə eyni çıxmalıdır. Eyni çıxıb. 60 dərəcənin sinusu ilə 30 dərəcənin kosinusu nədir? Eynidir. Gördünüz? Ona görə eyni çıxıb. Eyni söhbət olduğuna görə. Sadəcə olaraq fərqli şəkildə dilə gəlir. Aydındır. Keçirəm. Bunu onun sinifdə daha ətraflı araşdıracaq onsuz da. Sinus neçə? Sinus deyirəm. Kosinus 60. Kosinus 60. Bitişik katet x. Hipotenuz 2x. 60'ın bitişiyi burada. Yəqin ki görürsünüz. 2'də 1 eləyir. Kosinus 60 dərəcədə nədir? 2'də 1. Baxın. Sinus 30'a bərabər. Niyə? Çünki qarşı bitişik söhbətinə görə. Keçirəm tangensə uşaqlar. Tangens 60 dərəcə. Qarşı katet nədir? Kökdə 3x. Kökdə 3x-in x-a nisbəti bitişiyə. Cavab eləyir kökdə 3. Gətirib yazıram kökdə 3. Bundan da bu. Gördünüz? Keçirəm kotangensə o da olacaq nə? O da olacaq bəli kökdə 3 bölü 3. Tabi bir də yazmıram. Hə 45 dərəcəni bəs necə? 45 dərəcəni burada müəyyən eləyə bilməzsən. 45 dərəcəsi Messi üst bucağı çəkəcəksən. Rəhmətli Messini yada salarsan, bax görürsən. Uşaqlar oxşamadı. Bu uca boy oldu. Messinin biraz uzamış versiyası. Aha. Bax bura 45. 45 nədir? 90. Bura 45, burada 45. Uşaqlar mən katetə x desəm. Kökdə 2x olur bu. Gəlin başlayaq. Sinus 45. Qarşı katet nədir? Hipotenuz nədir? X-lar gedir 1 bölək kökdə 2 qalır. Məxrəci irrasionaldan azad eləsəm. Kosinus 45. Uşaqlar bitişik katet nədir? Qarşısı bitişik yoxdur. İkisi də x-dir onsuzdur. Düzdür? X bölək 2 kökdə 2 x. Yenə də 1 bölək kökdə 2. Bu da eləyir nə? Kökdə 2 bölək 2. Uşaqlar tangens 45. Qarşı katet nədir? Bitişik katet nədir? Cavab eləyir 1. Kotangens 45. Qarşı katet nədir? Ya daha doğrusu bitişik katet. Qarşıda x. 1. Gördünüz? Kökdə 2 bölək 2. Kökdə 2 bölək 2. 1. 1. Hələ ki bunları əzbərləyəcəksiniz. Yaxşı. Çıxarılma qaydasında göstərdiniz. Mən səndən soruşanda ki Vaqif sinus nədir? Deyəcəksən ki düz bucaqlı üç bucaqda iti bucağın qarşısındakı katetin hipotenuza nisbəti. Tangens nədir? Qarşı katet bölünsün bitişik katet. Kotangens nədir? Bitişik bölək qarşı katet. Kosinus nədir? Bitişik katet bölək hipotenuz. Əzbər. Başa düşdük. Nəyin nəyə nisbəti mənə nə verir? Bu kotangens bərabərdir bitişik katet bölünsün qarşı katet olur. Bəli. Bu da eyni şeydir. O deyirsən də sən də. Aydındır. Hə, bir də məsələn hansı ağıllı tindən çıxıb sənə deyə bilər ki, hə tamam sən deyirsən ki, düz bucaqlı üç bucaqda tərəflərin nisbətindən trigonometriya yaranır. Bəs bu məsələn bu üç bucağın düz bucaqlı üç bucaq deyil bu. Hər hansı bir üç bucaqdır, kör bucaqlı falan üç bucaqdır. Bunun bu bucağı 30 dərəcədir. Bunun sinusundan niyə söhbət eləyirsən? Sən də deva deyirsən ki, ağıllı. Buradan bir hündürlük çəksin. Burada da düz bucaqlı üç bucaq yaranacaq. Bax bu o deməkdir ki, bax bu hündürlüyün bu tərəfə nisbəti 2də 1'dir.
Aydındır. Bax, bu hündürlüyün bu tərəfə nisbəti nədir? 2-də 1. Zaten heç trigonometriyanı bilməsən belə. Nə demişdim? 30 dərəcəli bucağın qarşısındakı katet nədirsə, məsələn 5-dirsə, bu nədir? 10-dur. 5-i 10-a böl, 2-də 1. Gördün? Sözlər üst-üstə düşür. Aydındır. Hələ ki belə. Trigonometri. Neyse. Yani o istediğiniz tutan olabilir. Nədən danışıram mən? Sən də o ilə soruşanlardan birisən. Cavab verdim burada. Bucaq harda var? Trigonometrik nisbət orada var. Başa düşdük. Bucaq olan yerdə istənilən halda, istənilən vəziyyətdə düzbucaqlı bucaq yaradıb sübut edə bilərsən. Sonra üçbucaqlıların bir-birinə bərabərliyinin 3 əlaməti var. Neçə əlaməti? 2 üçbucağın bir-birinə bərabər olması üçün ya 3 tərəfin üçü də eyni olmalıdır. Tərəf. Ya bir tərəf ona bitişik 2 bucaq bir-birinə. Yəni bu tərəf məsələn 10-dur, bu da 10-dur. Bu bucaq məsələn 60-dır, bu da 50-dir. Məsələn bunun da bu bucağı 60, bu bucağı 50-dirsə, bitdi. Bu üç bucaqlar bir-birinə bərabərdir və bucaq tərəf bucaq əlamətidir bu. 2 bucaq bir tərəf. Yəni bir üç bucağın bir tərəfi ona bitişik 2 bucaq. Digər üç bucağın bir tərəfi ona bitişik 2 bucağa bərabərdirsə, o üç bucaqlar bir-birinə bərabərdir. Üç bucaqlar da bir-birinə bərabərdir. O deməkdir ki, o üç bucaqların bütün xətti ölçüləri, bütün bucaqları, hansı təpədənsə hündürlük çəkmisənsə, uyğun təpədən çəkilən hündürlükləri, hər bir şey bir-birinə bərabərdir. Aydındır? Tərəf əlamətdə məlum məsələtdə 3 tərəfi də eyni olur. Bu 10-dur, məsələn, bu 5-dir, bu 8-dir. Bu da 5-dir, bu da 8-dirsə, bu üç bucaqlar yenə də bir-birinə bərabərdir. 3 tərəfi bərabər. Bir də var uşaqlar, tərəf bucaq tərəf. Bu nə deməkdir? Bir üç bucağın 2 tərəfi, onlar arasındakı bucaq, digər üç bucağın 2 tərəfi, onlar arasındakı bucağa bərabərdirsə, yenə də bu üç bucaqlar bərabər. Heç bunun bərabərliyini bilmirəm. 2 tərəfi eyni və o 2 tərəf arasındakı bucaq, digər üç bucağın 2 tərəfi eyni, onlar arasındakı bucaq eynidirsə, bu üç bucaqlar bir-birinə nədir? Bərabərdir. Bu da üç bucaqların sonuncu məlumatdır. Xeyirli olsun.